eşidən hər kəsi səhnənin qarşısına dəvət edirəm. Bu bədii proqramda çox məşhur, sevilən ifaçılar, eyni zamanda həm də Göygölün çox istedadlı ifaçılarını, gənclərini, balaları, uşaqları görəcəksiniz. Beləliklə biz bədisiyə keçid alırıq və ilk olaraq mən bu səhnəyə sizin alqışlarınızla və böyük fəxarət hissi ilə İrəvan rəqs qrupunu dəvət edirəm. Buyurun. Baba, mən sənin oğlunu axtarıram. Hələ üstəlik qızı da itirmişəm. Elə sən bir itirirsən. Gözlər kişi də qatar, ha. Görəsən, bu qız hara gitmiş ola? Tapdım. Qız restorandadır. Necə? Yok canım, bu radyo. Bak restorana gider olmaz. Siz belə də üzüm yığarlar. Bu nə səbəbdir? Ha. Kızım, bunlar görmeyip sen ki bilirsen, bu saat ben size öğrederim. La 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 la.
alqışlayaq, daha gürültü alqışlarla biz sizi yola salarıq. İrəvan rəqs qrupu Üzüm kompozisiyasını bizə təqdim etdilər. Azərbaycanın məşhur kinofilmindən Əhməd Haradadır filmindən idi bu səhnəcik. Bədii hissəmiz